Xoş gördük dostlar. Demək bu günlərim canlıdaydım deyə tam çəkə bilmədim. Ciyərin üzərində zər olur, yəni onun pərdəsini. Ağciyər və qaraciyərdə onu qəşəng yavaş-yavaş əlinizlə belə eləyirsiniz, o zər çıxır. Görürsünüz, burada da ağciyərdə də çıxartmışam. Ağciyər qaraciyərdən daha tez o pərdə çıxır. Ondan sonra bunu qəşəng duzlu vistoqlayırsınız, ona batırırsınız, yağda qızardırsınız. Elə qəşəng olur ki. Yəni ciyəri elə bərk eləyən onun pərdəsidir. Belə duz üstüyə sarı kök tökdüm. Bunu da səpirəm. Qəşəng tavanı isitdim. Böreği ortaya koyum. Tez pişsin. Bax, unladığım ciyərlərdə düzürsən belə. Çox qəşəng yumuşaq olur. Çünki bunun zəri çıxıb. Yəni üzərində olan o zər çıxanda həm ağciyər, həm də qaraciyər qəşəng olur. Bax belə. Burada yavaş-yavaş qızarsın. Bunu elə belə çəkib üstün elədim, az elədim. Bir ciyərdən 3-4 dənə yemək pişirirəm. Burada da şirəli ciyər pişirirəm. Əslində ciyər qovurması eləməliydim. Kartoflu başqa cür üstülədim. Kartofunu da indi üzərinə düzdüm. O bir videoda var. Digər videoda baxarsınız. Bu qalan ciyəri isə qoyunun iç piyinə və yaxud da dananın iç piyi var məndə. Ona düzüb, xan kababı deyirlər. Gələn dəfə onu da sınayım. Yəni bir ciyərdən görün neçə cür yemək hazırlayıram. Bu da gələcək videolarda paylaşaram. Yeriniz məlum, inanın ki, o qədər yumuşaqdır. Yəni, nə qaraciyər, nə ağciyər, süngər kimi olmur. Mütləq qaraciyərin, ağciyərin üzərindəki o zəri çıxardın. Yumuşaq, pambıq kimi. Mütləq pişirin, yeyin.